Cəmaət fövqəladə hallar axtarır Bakıda, Bakını su basıbdır. Amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını da mülki formalarda silahlandırıb cənuba göndəriblər. İranla sərhəd. Baxın dəyərli həmvətənəm. Ordu göndərdilər, bəs eləmədi. Daxili qoşun göndərdilər, bəs eləmədi. Sərhəd qoşunu göndərdilər, bəs eləmədi. Polis qüvvələrini göndərdilər, bəs eləmədi. İndi də fövqəladəni silahlandırıb göndəriblər. Birinci məqsəd İrana hava hücumundan nəsə hansısa zərbələr indiriləcək bizim ərazidən. Bunu İran bilən kimi bizi vura bilər, vuracaq heç o İlistə İlham Əliyev bir şey alıb öz obyektlərini qorumağa İlham nələrsə alıbdır İsraildən. Bir gündə 12 samolyot, bir həftədə 12 samolyot elə belə gəlmədi. Dəmir qübbəsinə bənzər şeylər gətirib. Və birinci odur ki, İran quru qoşunları gəlsə qabağını almağa. İkinci məqsəd, İrandan qaçqın axını gələndə qabağını almağa. Üçüncü, ən əsas məqsəd, cənub bölgəsinin ayaqlanmasından qorxurlar. Qoşun növlərinin hamısını yığıb İlham Əliyev cənuba. Hətta dənizdən də hərbi gəmilərlə o istiqamətə yönəldibdir, dəniz qüvvələrini də. İlham Əliyev, biz Təbrizin heç 5də bir qədər deyilik. Bir məhəlləsinin yarısının yarısı qədər deyilik. İlham Əliyev, havayı İranı qıcıqlandırma. Tüprüyündə boğarlar səni. Döyüşməyə adam da qalmayıb. Heç kim o tərəfə silah atmayacaq. Çünki xalqı elə günə qoyubsan ki, xalq acından qan qusur. Yarım kilo ət almağa pulları yoxdur. Xalqın inanırsan da vəziyyət elədir ki, yarım kilo ət almağa 8 manat, 9 manat pul edir. Onu almağa insanların pulu yoxdur. Sən inanırsan buna? Bəli, tamamilə doğru. Tamamilə doğru. Paxlalı dənli bitkilər tutub, indi cəmaat ancaq ona alıp qaynadırlar, yeyirlər ki, et olmasa ölməsinlər. O vəziyyət budur. İran bizə çox kömək elədi. Ərzaqla kömək elədi. Hər nəysə, çox kömək elədi.